Avropa Parlamentində Azərbaycana qarşı mina terrorunun pislənməsi və bu cinayətdə əli olan Ermənistana sanksiyaların tətbiq edilməsi barədə kim eşidib? Bunu politoloq İlqar Vəlizadə deyib. Ekspert Avropa Parlamentinin Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib. Avropalı parlamentarilər Azərbaycana qarşı daha bir absurd çağırışı imza atıb. Ötən gün Avropa Parlamentinin bir qrup üzvü Avropa Birliyi liderlərini Azərbaycanın Qarabağ İqtisadi rayonunda erməni mədəni və dini irsin qorunması üçün fəal addımların atılmasını təmin etməyə çağırıb. Həmin şəxslər Qarabağdakı erməni irsi obyektlərinin hər birində 24 saatlıq müşahidə kameralarının quraşdırılmasını tələb edirlər ki, bu yerlərə real vaxt rejimində dünyanın istənilən yerindən nəzarət edə bilsinlər. Güya bununla həmin mədəni və dini obyektlərin dağıdılmasını önləmək istəyirlər. Avropalı parlamentarilər həmçinin Qarabağ ermənilərinin öz vətənlərinə qayıtmaq hüququnun onların təhlükəsizliyini təmin edən beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməsində israrlıdır. UNESCO missiyasının təcili Qarabağa göndərilməsi və bununla bağlı vaxt təyin olunmasını tələb edirlər. Azərbaycan buna əməl etməsə, sanksiyalarla hədələyirlər. Avropa Parlamentinin hər hansı təşəbbüs qrupunun Qarabağdakı Azərbaycan mədəni irsinin qorunması və Azərbaycanlı qaçqınların geri qaytarılması tələbi ilə çıxış etdiyini eşidən varmı? Mina terrorunun pislənməsinə və bu cinayətdə əli olan ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi barədə kim eşidib? Məsləhət xarakteri daşıyan belə yararsız kağızlar ən azı forma baxımından qarşı tərəfin istəkləri ilə bağlı bir növ obyektivlik və narahatlıq ehtiva etməlidir. Bu cür quduz sifariş hətta Avropa Parlamenti üçün də artıqdır. Əskipara kəndinə bitişik ərazidə faktiki Ermənistan-Azərbaycan sərhədindən kifayət qədər aralıda müdafiə xətti yaradılır. Tikinti işlər aparılır. Bu barədə erməni jurnalist Oskan Sərkisyan yazıb. O iddia edib ki, kəndlərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir. Sakinlərin bir qismi hesab edir ki, kəndin təhvil verilməsindən sonra yeni sərhəd xəttinin çəkilməsi məqsədi ilə bu işlər görülür. Hazırda işlər aparılan ərazidə yeni quraşdırılmış sərhədin müdafiəsi gücləndirilir. Bu kənddə həmçinin Rusiya qüvvələrinin kazarmaları da yerləşir. Rusiyanın Azadlığı Legionunun döyüşçüləri Belgorod vilayətinin Gorkovski qəsəbəsini ələ keçirib. Bu barədə Legionun döyüşçüləri məlumat yayıb. Belgorod vilayətinin Gorkovski qəsəbəsi Rusiyanın Azadlığı qüvvələrinin nəzarət altındadır. Məlumatda qeyd olunur. Rusiya hərbiçiləri Ukraynada ABŞ istehsalı olan Black Hawk helikopterini vurub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, helikopter Lukashovka kəndi yaxınlığında vurulub. Helikopterin göyərtəsində 20 nəfərin olduğu deyilir. Britaniyanın yüksək səviyyəli müdafiə rəsmiləri Ukrayna rəhbərliyi və hərbi komandirlərinə cəbhədə yeni hücumlar planlaşdırmaqdan və həyata keçirməkdən çəkinməyi tövsiyə edir. Bu barədə Sunday Times məlumat yayıb. Bu məsləhəti Böyük Britaniyanın Müdafiə naziri Grant Shapps və Britaniya ordusunun komandanı Tony Radakın Ukraynaya səfəri zamanı veriblər. Onlar bu barədə Prezident Vladimir Zelenski, Müdafiə naziri Rüstəm Umerov və baş komandan Aleksandr Sirski ilə görüşdə danışıblar. Ukraynanın döyüş meydanında silah və sursatla yanaşı canlı qüvvəsi də çatışmır. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru David Petrus deyib. Ukrayna parlamenti və prezident ofisi hərbi xidmətçi çağırış qaydalarına yenidən baxmalıdır. Orta yaş həddi 40-ı keçən əsgərlər Ukrayna müdafiəsinin ön sıralarında xidmət edir. Rusiya lideri Vladimir Putin Fransaya gəlmək fikrində deyil. Bu isə o deməkdir ki, onun həbsi məsələsi hələlik aktual və ya vacib deyil. Bunu Fransa lideri Emmanuel Macron, Rusiya lideri Vladimir Putinin Fransaya səfəri zamanı həbs edib edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Bu məsələ gündəmdə deyil. O ölkəmizə gəlməyi planlaşdırmır. Macron qeyd edib.
Qəzzada ölən Fələstinlilərin sayı 31645 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən gün ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 92 nəfər həlak olub, 130 nəfəri yaralanıb. Bununla da ötən ilin 7 oktyabr tarixindən indiyə qədər Qəzzada ölən Fələstinlilərin ümumi sayı 31645 nəfərə çatıb. Ötən dövr ərzində 73676 nəfər yaralanıb. Qərbin Ukraynada münaqişənin inkişafı üçün iki ssenarisi var. Bunu Serbiya lideri Aleksandr Vučić deyib. Ya Qərb Rusiya ilə tam hüquqlu münaqişə yolunu tutacaq, ya da ABŞ və Çinin köməyi ilə hansısa barışıq əldə olunacaq. Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında birbaşa münaqişədən heç kim fayda görməyəcək və insan itkiləri baxımından nəticələr 2-ci Dünya müharibəsi dövrünkündən daha ciddi ola bilər. 100 gün ərzində Qərbin hansı ssenarini seçəcəyi bəlli olacaq. Fransa lideri Emmanuel Macron Kiyevə silah tədarükünü dayandırmalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Mən Macrona cavab təklifi verirəm. Mülki insanları öldürmək üçün istifadə edilən silahların tədarükünü, həmçinin terrorizmə sponsorluq etməyi dayandırmaq. Macrona ikinci təklifim də odur ki, yaxın şərq münaqişəsinin tərəflərinə də oxşar təklif irəli sürsün. Fransanın sözlərindən çox şey asılıdır. Rusiya müharibənin 753-cü günü üçün Ukrayna ordusunun itkiləri haqqında məlumatı yayınlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Igor Konashenko məlumat yayıb. Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 577 təyyarəsi, 269 helikopteri, 15849 bazı, 486 zenit raket kompleksi, 15509 tank və digər zirehli texnikası, 1241 reaktiv yaylım atəş sistemi, 8434 artilleriya və mina tanı, 19875 xüsusi hərbi avtomobil texnikası məhv edilib. Rusiya lideri Vladimir Putin ilə Ukrayna böhranının deeskalasiya yollarını müzakirə etməyə hazıram. Bunu Fransa lideri Emmanuel Macron deyib. Əgər Putin mənə zəng etsə, telefonu açacağam. Çünki bunun mənim məsuliyyətim olduğunu hiss edirəm və onun nə təklif edəcəyini dinləyəcəm. Onu görmək bizə zövq vermir, amma buna son qoyulmasına, bunun qarşısının alınması üçün onu çağıra bilərik. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zakharova Böyük Britaniya səfirinin ölkədə prezident seçkiləri ilə bağlı paylaşımını şərh edərkən deyib. Qeyd edək ki, Böyük Britaniya səfirliyi sosial şəbəkə hesabında Rusiyanın Xerson, Zaporojye, Donetsk və Lugansk vilayətlərində, eləcə də Krımda seçki keçirilməsi üçün heç bir hüquqi əsası olmadığı barədə paylaşım edib. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular Pəncə Kilit antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilib. BMT Təhlükəsizlik Şurasındakı bəyanatlar Rusiya Federasiyasının daxili işlərinə müdaxilə cəhdidir. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski ölkədə keçirilən prezident seçkilərini tənqid edən Qərb diplomatlarının cavabında deyib. O bildirib ki, ötən günkü iclasda bir sıra Qərb diplomatları və onların müttəfiqləri Ukrayna ərazisində saxta seçkilər tezisini təkrarlayıb. Mən bu zalda ölkəmizin daxili işlərinə qarışmaq üçün edilən tamamilə həyasız cəhdləri şərh etməyəcəm. Qeyd edək ki, ötən gün Rusiyada 3 gün davam edəcək prezident seçkiləri başlayıb.